PowerPoint dərslərimizə davam edirik. Sonuncu dəfə biz Start Slideshow qrupu haqqında sizə məlumat verdik. Davam edirik Setup qrupuna. Setup qrupunun birinci əmri Setup Slideshow bölməsidir. Hansı ki, buna klik etdikdə yenə bizdə bir dialoq pəncərəsi açılır. Burada gördüyünüz kimi Setup Show pəncərəsi bir neçə bölmələrdən ibarətdir. Bunlardan birincisi Show Type bölməsidir. Birinci seçim bizdə Presented by a Speaker. Bu nə deməkdir? Gördüyünüz kimi full screen qeyd edilib. Bu bildiyimiz slaydların təqdimat rejimində slayd tam pəncərədə açılır və təqdimatçı tərəfindən idarə olunur. Məsələn, bunu göstərsək, gördüyünüz kimi Shift F5 etsək, slayd tam pəncərə formasında açılır. Növbəti hissə bizdə Browse by an Individual, yəni window burada qeyd olunub. Bu nə deməkdir? Slayd bir pəncərə daxilində açılır, yəni birincisindən fərqli olaraq tam ekranda açılmır. İstifadəçi özü istədiyi vaxt irəli və ya geri, yəni həmçinin S düyməsi vasitəsilə yenə də çıxış edə bilir. İndi bunu sizə göstərim. OK dedikdə, Shift F5 dedikdə, gördüyünüz kimi slayd pəncərə daxilində açılmış oldu. Növbəti hissədə isə bizdə Browse at a Kiosk, yəni full screen. Bunların hər ikisi full screendir. Bunun fərqi ondan ibarətdir ki, slaydlar yenə də tam ekranda avtomatik formada göstərilir və burada istifadəçi heç bir müdaxilə edə bilmir. Yəni bu nə deməkdir? Bu əsasən belə deyim, sərgilər və ya informasiya köşkləri üçün istifadədə nəzərdə tutulur. Bunu seçimi klik edib aktivləşdirdikdə slaydlar dayanmadan dövr eləyəcək. İstifadəçi ona heç bir müdaxilə edə bilməyəcək. Yəni irəli və ya geri edə bilməz. Yalnız və yalnız ESC düyməsi vasitəsilə slayddan çıxış edə bilər. Yəni bildiyimiz dayanmadan sonsuz dövr edən slaydlar üçün nəzərdə tutulur. Keçid edirik növbəti hissəyə. Növbəti hissə Show Options hissəsidir. Burada da gördüyünüz kimi bir neçə seçimdən ibarətdir. Birincisi Loop Continuously Until ESC. Bu nə deməkdir? Təqdimat avtomatik olaraq dövr eləyir və yalnız ESC düyməsini basıqda davam edir. Yəni bu seçimi aktiv etdikdə ESC düyməsini basıb çıxış etmədən slayd davam edəcək. İkincisi bizdə gəlir Show Without Narration. Bu nə deməkdir? Əgər təqdimatda səsli izah varsa, buna hansı ki narration deyilir. Əgər səsli izah əlavə olunubsa, bu seçim aktiv olduqda Without Narration olduğu üçün səsləndirmədən istifadə edilməyəcək. Yəni səssiz formada təqdimat başlayacaq. Növbəti seçim Show Without Animation. Bu seçim vasitəsilə slaydda olan bütün animasiya effektləri söndürüləcək və sadə keçidlər formasında həyata keçəcək. Məsələn, misal üçün göstərə bilərik. Gördüyünüz kimi söhbət daxili obyektlərə tətbiq edilən animasiyalardan gedir. Hansı ki, biz burada bəzi yazılara animasiya effekti vermişdik və o animasiya effektlərinin heç biri bizə göstərilmir. Sadə slaydlar formasında, yəni transitionları, səhifələr arası keçidi saxlamaqla və bütün animasiyaları söndürməklə davam edir. Növbəti hissə isə Disable Hardware Graphic Acceleration'dır. Bu nə deməkdir? Əgər qrafik kartın sürətlənmə funksiyasıdır, bunu disable etmək olur. Adətən belə deyək, əsas məqsəd ondan ibarətdir ki, təqdimat zamanı hər hansı bir görüntü problemi yaranırsa, bu seçimi biz aktiv edə bilərik. Çox da istifadə olunmayan funksiyadır. İndi bəzən ola bilər, bəzi görüntü problemləri, keçid problemləri olarsa, bundan istifadə edir. Növbəti hissə təqdimatda istifadə edəcəyimiz pen color və laser point color. Bunlar nədir? Pen color vasitəsilə təqdimatda istifadə etdiyimiz qələmin, yəni müəyyən, indi birazdan sizə göstərəcəm, qeydlər aparılır. Məsələn, xətt çəkə bilərik. Onun hansı rəngdə olduğunu göstərir. Laser pointer color isə mouse göstərisinin lazer göstərisi kimi necə görünəcəyini təyin edir. Burada da müəyyən rənglərdən istifadə edə bilərik.